Hər birinizi salamlayıram. Tarix Hasan İzahata kanalında sizi xoş gördük. Mən Samir Bəşirli. Bu günləri sizə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan 20 sınaq vəsaitinin ikinci qrup MQT 9 testlərinin izahını verəcəm. İzahlara keçməmişdən qabaq hər birinizdən xahiş edirəm ki, əgər belə testlərin davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun, like düyməsini sıxın və şərhlərdə öz fikirlərinizi bu testlə bağlı yazın. Həmçinin digər testləri biz artıq bir aya yaxındır ki, komandamız bu testlərin izahını verir. Digər testləri izləmək istəyirsinizsə, açıqlama hissəsində və həmçinin bu yuxarıda qeyd olunan linkdən digər testlərə də baxa bilərsiniz. Bu testlərin özünü isə təmiz formada işləmək üçün açıqlama qismində və birinci şərhdə qeyd olunan Telegram linkinə daxil olub oradan işləyə bilərsiniz. Beləliklə keçdik testlərə. Birinci testdə nə deyir? Deyir ki, Osmanlı Sultanı 1-ci Mahmudun dövründə baş vermişdir. Osmanlı Sultanı 1-ci Mahmudun dövründə baş verir. Məhdud Sultan hakimiyyəti. Məhdud Sultan hakimiyyəti Osmanlıda 1876-cı ildə, o da qısa müddətli ola bilər. Yəni onu götürmürük. Səfəvi Şahı Sultan Hüseynlə sülh müqaviləsi, yəni Sultan Hüseyn belə deyək də Osmanlı ilə sülh müqaviləsi bağlamayıb. İlk dəfə qumbaratan qoşun növünün yaradılması. Bəli, elə cavab budur burada. İlk dəfə qumbaratan qoşun növü bunun dövründə yaradılır. Saratoga döyüşündə məğlub olan dövləti xəritədə göstərən. Saratoga döyüşü 1777-ci ildə İngiltərə ilə deməli ABŞ arasında baş verib. Amerika İstiqlaliyyət müharibəsinin çərçivəsində və bu Amerika İstiqlaliyyət müharibəsinin gedişində dönüş nöqtəsi olub. Ona görə də bu İngiltərə olmalıdır. Cavabımız burada bir A bəndidir. Bir burada A bəndi. Sonra keçdik üçüncü suala. Deməli, Fransa İmperatoru 1-ci Napoleonun fəaliyyətinə aiddir. Biraz yaxınlaşdırım. Fransa İmperatoru 1-ci Napoleonun fəaliyyətinə aiddir. Prusiya ordusunu məğlubiyyətə uğratması. 1-ci Napoleon Prusiya ordusunu məğlubiyyətə uğradıb. Bəli, 1806-cı ildə. Deməli, bir olanlara baxıram. 2-yə və digərlərinə baxmağa ehtiyac yoxdur. 3-ə baxmaqla cavab tapacağam. Avstraliyas döyüşündə qalib gəlməsi. Bəli. Cavab elə burada olur B. Çünki Napolyon Avstraliyas döyüşündə qalib gəlib. 4-ə baxsaq, Baradino döyüşündə ingilislərə, ümumiyyətlə Baradino döyüşündə məğlub olmayıb, qalib gəlib. Xüsusilə də ingilislər orada iştirak eləməyibdi. Cavab burada B-dir. 4. Rusiyanın çarları 1-ci Nikolay və 2-ci Nikolayın dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. Baxaq, ölkənin mütləq monarxiya şəklində idarə edilməsi. Bəli, ölkənin mütləq monarxiya şəklində idarə edilməsi düzgün cavabdır. Bu 1. Birləri biz seçirik, bir olmayanları buradan çıxırıq. Bir olmayanları buradan çıxırıq. Sonra Qafqazı işğal etmək üçün müharibə aparmaları. Bəli. Yox, 2-ci Nikolaya aid deyil. Bu 2-ci Nikolaya aid deyil, 1-ci Nikolaya aiddir. 1-ci Aleksandr, 2-ci Yekaterina və həmçinin 1-ci Nikolay, bir də 2-ci Aleksandr. Bunlar. Deməli, Yekaterina, lap hətta bura gəlin Pyotr da əlavə edək. Pyotr, 2-ci Yekaterina, 1-ci Aleksandr, 1-ci Nikolay və 2-ci Aleksandr. Bunlar Qafqaz uğrunda mübarizə aparıblar. Qalan heç bir hökmdar Qafqaz uğrunda mübarizə aparmayıb. Dövlət Dumasının çağırılması 2-ci Nikolaya aiddir. Ölkə daxilində üsyanlar isə bu isə hər ikisinə aiddir. Deməli cavabımız nə olmalıdır burada? 1 ilə 4 olmalıdır. D bəndi. 1 və 4. Deməli ölkənin mütləq monarxiya şəklində idarə edilməsi, ölkə daxilində üsyanların olması. Sonra keçdik. Deməli 1-ci Nikolayın dövründə dekabristlər üsyanıdır. 2-ci Nikolayın dövründə yəni çox üsyanlar olub. Onlardan da biri 1-ci Rus inqilabı, həmçinin fevral inqilabı da elə onun dövründə olub. Sonra keçdik 5-ci. İstiqlaliyyət müharibəsindən fərqli olaraq deməli burada 2-ci İstiqlaliyyət müharibəsindən fərqli olaraq 1-ci İstiqlaliyyət müharibəsində ABŞ. Aha, Avropa ölkələrindən böyük dəstək ala bildi. Bəli, birincidə, ikincidən fərqli olaraq dəstək ala bilmişdi. Cavab 1. Deməli, 1. Sonra, deməli bu iki variantdan birinə baxacağım. Ona görə 2-yə baxmıram. Bizə ya 1-3 verir, ya 1-5 verir. Böyük Britaniyanın Şimali Amerikadakı mülklərini ələ keçirmək istəyirdi. Hər ikisini də ələ keçirmək istəyirdi. Ona görə bunu çıxdıq buradan. İngiltərə ilə Versal müqaviləsi bəli, 1-ci İstiqlaliyyət müharibəsinin nəticəsində bağlanmışdı. Cavabımız nədir burada? A-dır. Keçdik 6-cıya. 6-cıda nə deyir? 20-ci əsrin əvvəllərində Böyük Britaniya, bir dəqiqə, 20-ci əsrin əvvəllərində Böyük Britaniya sənaye istehsalına görə dünyada birinci yeri tuturdu. 20-ci əsrin əvvəllərində Böyük Britaniya birinci yeri tutmurdu.
Onda artıq 3-cü yerdə idi. ABŞ və Almaniyadan geri qalırdı. Deməli, dərhal biriləri buradan çıxırıq. Sonra dünyanın maliyyə və ticarət mərkəzi idi. Bəli, maliyyə, ticarət, bank, bax bu sahələr üzrə birinci yerdə idi. Ona görə cavabımız nə qalır burada? 2-5 qalır. ABŞ-nin müstəqilliyini 18-ci əsrdə tanımışdı. Afqanistanın işğalını başa çatdıra bilməmişdi. Xarici siyasətdə Fransa ilə yaxınlaşması da düzgün cavabdır. Çünki 1904-cü ildə aralarında Antanta sazişi bağlanmışdı Almaniyaya qarşı. Keçdik 7-ci suala. 7-ci sualda nə deyir? Biraz aşağı eləyim bunu. Oxumaq olsun. Krım xanlığının Rusiya tərəfindən işğalına etiraz olaraq Osmanlı dövləti 1787-91-ci illərdə Rusiya ilə müharibə etdi. Müharibəyə Rusiyanın müttəfiqi olan Avstriya da qoşuldu. Deməli, Avstriya ordusunu dalbadal ağır məğlubiyyətə uğradan Osmanlı dövləti Rusiya ilə döyüşlərdə uğur qazana bilmədi. Osmanlı ilə müqavilə imzalayan Avstriya müharibədən çıxdı. Aha, nə deyir burada? Deyir ki, mətndə bəhs olunan müharibənin nəticəsində Osmanlı dövləti bunun nəticəsində dağılma dövrünə girdi də. Dağılma dövrünə girdi. Cavab adı 1791-ci ildə Yassı müqaviləsindən sonra dağılma dövrü başlayır Osmanlıda. Sonra gəldik 8-ciyə. Səbəb-nəticə əlaqəsinin doğru göstərildiyi sətirləri müəyyən edin. Baxaq. Nizbi döyüşünün baş verməsi İngiltərədə parlament ordusunun məğlub olması xeyr, səhvdir. 1645-də parlament ordusu qalib gəlir. İngiltərədə aqrar çevrilişin baş verməsi, ölkədə kapitalizmin inkişafının sürətlənməsi. Bəli, bu tamamilə doğrudur. Onda biz yenidə buradan çıxdıq. İngiltərədə Yassı sülhünün imzalanması, Rusiyanın Qaradəniz sahillərində qəti olaraq möhkəmlənməsi. Bəli, bu düzdür. Bu tamamilə düzdür. Amma İstiqlaliyyət bəyannaməsi niyə görə bu səhvdir? Çünki İstiqlaliyyət bəyannaməsi ilə 1776-cı ildə vətəndaşlara söz yığıncaq vicdan azadlığı verilməyib. Hüquqlar haqqında bil 1791-ci ildə qəbul olunur. Onunla deməli bu hüquqlar verilir vətəndaşlara. Deməli cavabımız burada oldu. C bəndi. Sonra keçirik 9-cuya. Bir dəqiqə. 9-cu. Aha, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Dekabristlər, gənc türklər. 20-ci əsrin əvvəllərində hərəkatın tərəfdarlarının hakimiyyətə gəlməsi. Deməli, 20-ci əsrin əvvəllərində hərəkatın tərəfdarlarının hakimiyyətə gəlməsi bu gənc türklərə aiddir. Cümləni biraz səhv yazıblar. Yəni, hə, gənc türklər demək istəyir. 2A. 2A olmayanları buradan çıxdıq. Baxaq deyə, uğursuzluqla nəticələnməsi. Bu dekabristləri də götürmək, dekabristləri götürmək olar. Dekabristlər uğursuzluqla nəticələndi. Onlar bizim cavabımız qalır deyə, amma yenə də yoxlayaq. Təhkimçiliyin ləğv edilməsinin tələb edilməsi. Bəli, dekabristlər tələb edirdi. 20-ci əsrin əvvəl bunu dedik. Deməli, C bəndinə baxaq. 20-ci əsrin 1-ci 10 illiyində baş verməsi. Bəli, 1908-də Gənc Türklər Hərəkatı. Və dedik ki, konstitusiya uğrunda mübarizə aparması bu hər ikisinə aiddir. Bəli, cavabımız elə burada olur. D bəndi. D düzgün cavabdır. Sonra keçdik növbətiyə. 10-cu sual. Baxaq. Bir dəqiqə. Buxarest sülhünə görə Rusiya. Buxarest sülhü 1812-ci ildə imzalanıb, Dunay çayında üzmək hüququ əldə edibdir. Dunay çayında üzmək hüququ əldə edibdir. Cavab burada B-dir. 11. San Stefano sülhünə əsasən Balkanlarda üstünlük əldə edən dövlət bu Rusiyadır. 1. C bəndi. Sonra 12. 19-cu əsrin 30-cu illəri və 60-cı illəri İngiltərə tarixinə aid oxşar cəhət. Hər ikisində də parlament islahatı keçirilib. 1832-ci il və 1867-ci il. 30-cu illər, 60-cı illər parlament islahatı Y bəndi. 13. Trafalgar döyüşündən fərqli olaraq Navarin döyüşündə. Bax, hər ikisi dəniz döyüşüydü. Hər ikisində Fransa iştirak eləmişdi, həm də İngiltərədə iştirak eləmişdi. Lakin Navarində Fransa ilə İngiltərə müttəfiq idilər. Bu qəşəng sualdır, xoşum gəldi bu sualdan. Deməli, biri götürürük biz, biri olmayanları çıxırıq. Və 2-yə baxmağımıza ehtiyac olmur. 2-yə baxmağımıza ehtiyac olmur. Heç 5-ə də baxmağa ehtiyac olmur. Yalnız bir dənə 3-ə baxmaqla cavab tapırıq. Fransız və İngilis orduları qarşılaşdı. Fransız və İngilis orduları qarşılaşdı. Səhvdir. Navarində Fransız və İngilis orduları müttəfiq idilər. Cavab olur burada Y bəndi. Çünki Osmanlı ordusu müttəfiqlərin ordusuna məğlub oldu. Trafalgardan fərqli olaraq Navarində. Bəli, Trafalgarda ümumiyyətlə Osmanlı iştirak eləmirdi də. İngiltərə ilə Fransa dövləti iştirak edirdi. Sonra baxaq 14-cü suala.
14-cü sual. ABŞ 19-cu əsrin birinci yarısı və 19-cu əsrin ikinci yarısı. Baxaq. Thomas Jeffersonun islahatlar həyata keçirməsi 19-cu əsrin birinci yarısında həyata keçirib. Deməli, seçki senzinin ləğv edilməsi, bəli, bu da var. Vətəndaş müharibəsinin baş verməsi birinci yarısında yoxdur. Trestlər ilə qanun da birinci yarısında yoxdur. Ona görə elə cavabımız bir AB olan variant olmalıdır. Baxıram ki, bir dənə buradadır da bir AB. Başqa yerdə bir AB yoxdur. Cavabımız da elə B-dir. Yoxlayaq 2-ni. 19-cu əsrin ikinci yarısında burada AB verib. Avram Lincoln hakimiyyətə gəlir. Bəli, 1854-də 1854-də partiya yaranır. Deməli, 1860-cı ildə də hakimiyyətə gəlir. Deməli, düzdür. Aqrar islahatın həyata keçirilməsi bəli. Homesteadlər haqqında qanun 1862-ci ildə qəbul olunur. Bu da aqrar islahatda deməli 19-cu əsrin ikinci yarısıdır. B bəndi. Keçdik 15-ə. 15-də nə deyir? Uyğunluq gözlənilmişdir deyir. Uyğunluq gözlənilmişdir. Rusiya çarı 2-ci Yekaterina ilə müttəfiqlik əlaqəsi saxlayırdı Osmanlı hökmdarı 2-ci Mahmud. Rusiya çarı 2-ci Yekaterina ilə müttəfiqlik əlaqəsi saxlayırdı. Xeyr. Səhvdir. İstiqlaliyyət bəyannaməsinin başlıca müəllifi olmuşdur George Washington yox, Thomas Jefferson. Səhvdir. Amerika inqilabı başlamışdır 18-ci əsrin 60-cı illərində. Bu da səhvdir. 1775-ci ildə başlayıbdı. 70-ci illərdə başlayıb. Kuban çayı sahilində döyüşdə Rusiya qoşununa qalib gəlib Şeyx Mənsur. Kuban çayında məğlub olub. Alda çayında qalib gəlib. Bu getdi. Deməli cavabımız elə Y qalır burada. Bəli, həqiqətən də 1640-cı ildə 1-ci Charles uzun müddətli parlamenti çağırmışdır. Sonra gəldik 16-ya. 16-ya gəldik. 20-ci əsrin ikinci 10 illiyində ABŞ-da Konqresə ilk seçkilər keçirildi. İkinci 10 illikdə. Yəni 1910-dan 19 yəni 11-dən 20-yə qədər də belə deyək. 11-dən 20-yə qədər. Hə, 11-20 bu ikinci 10 illikdir. Biraz öyrəşməmişəm bu cür yazmağa, ona görə biraz çətinlik çəkirəm. Aha, bu ikinci 10 illikdir. Konqresə ilk seçkilər, yəni konqresə zaten seçki ilə idi. Bu senata seçkilər nəzərdə tuta bilər. Çünki Woodrow Wilsonun senatorların xalq tərəfindən seçilməsi ilə bağlı islahatı var. Düzəliş var. Konstitusiya düzəlişi onun dövründə. Yəni bu deyil. Senat olmalıydı. İngiltərənin müstəmləkəçiliyindən çıxmaq uğrunda mübarizə gedirdi. Xeyr, 20-ci əsrdə İngiltərə müstəmləkəsi deyildi ki. Bu səhvdir. Sonra prezident James Monroe bu 1823-dədir. Bunda çıxırıq. Yəni bu səhvdir. Hakimiyyətdə olan prezidentin dövrü yeni demokratiya. Bəli, Woodrow Wilsonun dövrü bu dövrdə 1912-ci ildə 20-ci ilə qədər hakimiyyətdə olub. Onun dövrü yeni demokratiya dövrüdür. Cavab D-dir. Qaradərililərin ağdərililərlə eyni hüquq alması uğruna mübarizəyə başlaması bu da ki 20-ci əsrin 50-ci illərindəndir. Deməli cavab burada olacaq D bəndi. Keçdik 17-yə. 17-də nə deyir? Fransanın 1-ci Dünya müharibəsi ərəfəsi tarixinə aiddir. Fransanın 1-ci Dünya müharibəsi ərəfəsi tarixinə aiddir. 2-ci imperiyanın yaradılması, 2-ci imperiya biz bilirik ki, bu 1870-də yaranıb, heç onun ərəfəsi belə deyir. Xarici siyasətdə revanşizm siyasəti yeritməsi, bəli, revanşizm siyasəti yeridirdi. Yaponiya ilə İngiltərəyə qarşı müqavilə, bu səhvdir. Antantanın yaradılmasına iştirak etməsi, bəli, 1904. Deməli, cavab nə oldu burada? 2 ilə 4 oldu, C bəndi. Sonra gəldik, Şimal müharibəsi dövründə, Şimal müharibəsi, 1700-1721. Hə, həmin dövrə düşən hadisəyə baxaq. Ruslar Avstraliya döyüşündə məğlub oldular 1805. Bu düşmədi. Yeni Osmanlılar, bunlar nə vaxt yaranıblar? 1865. Bu da düşmədi. ABŞ ilə İngiltərə arasında barışıq müqaviləsi imzalandı. 1783. Bu da düşmədi. Rusiya ilə Osmanlı arasında sülh müqaviləsi imzalandı. Bəli, Prut sülhü. 1711. Cavab D-dir burada. Sonra keçdik 19-a. Məntiqi ardıcıllığı tamamlayın. Antanta qüvvələrinin qalib gəlməsi. Birinci Dünya müharibəsinin başa çatması bunun nəticəsində görək nə deyir? Yaponiyanın Cənubi Manzuriya və Koreyada şərhsiz ağalığının tanınması. Yəni Yaponiyanın Cənubi Manzuriya və Koreyada şərhsiz ağalığı tanınıb Portsmouth müqaviləsi nəticəsində, bu da ki Rus-Yapon müharibəsi nəticəsindədir. ABŞ-nin Avropa ölkələrinə borc verən dünya xəzinədarına çevrilməsi. Bəli, bu ola bilər, amma o bir variantlara da baxaq. Osmanlı, Almaniya və Rusiya dövlətlərinin Avropada üstünlük əldə etmələri, yəni Osmanlı əksinə
Almaniyanın SSR onda yox idi, heç dalını oxumuram onun. Dördlər İttifaqı ölkələrinin Versal müqaviləsinə görə üstünlük qazanmaları bu da səhvdir, Antant olmalı idi. Cavab burada olmalıdır. ABŞ-nin Avropa ölkələrinə borc verən dünya xəzinədarına çevrilməsi. Keçdik 10-cuya. 1-ci Pyotrun hakimiyyəti dövrünə aid olanlar. Qərbi Avropaya böyük elçilik göndərilməsi. Bu aiddir. Deməli 1697-98 Qərbi Avropaya böyük elçilik göndəriblər. Bu düzdür. Bu düzdür. Rusiyanın Qara dənizə çıxış əldə etməsi 1-ci Pyotrun dövründə olmayıb bu. 2-ci Yekaterinanın dövründə olub. Yəni ikini də buradan çıxsaq, ikini çıxsaq buradan. Cavab qalır Y bəndi. Deməli, Rusiyanın imperiyaya çevrilməsi, bir də Rusiyanın Baltik dənizinə çıxış əldə etməsi. Krım xanlığının ilhaqı 1783, o da 2-ci Yekaterinanın dövründədir. Getdik 11. 11-ə baxaq. 11 yox, bu 21 bağışlayın. Osmanlı deməli, hökmdarı Sultan Sülh Səlimin islahatlar keçirməsində məqsəd. Məqsəd nə olacaq? Həmişə də Osmanlının, yəni inkişafı, Osmanlının durğunluğunun qarşısını almaq, yəni Osmanlı dövlətini böhrandan çıxarmaq, əvvəlki qüdrətini bərpa eləmək. Burada yəni belə deyək də, niyə görə Beybəndi deyil? Beybəndi niyə deyil? Çünki Sultan Səlimin dövründə durğunluq yox, artıq dağılma mərhələsi idi. Ona görə Beybəndi götürmürük, cavab burada olacaq. Y bəndi olacaq cavab burada. Yəni durğunluq, biz bilirik ki 17-ci əsrdə durğunluğun qarşısını almaq üçün islahat keçirənlər Köprülü Mehmet Paşa idi. Köprülü Mehmet Paşa idi və Fazil Əhməd Paşa idi. Onlar idi. Getdik 22-yə. Xəritədə rəqəmlə göstərilmiş ölkələrin deməli bu neçədir? 11-ci əsr tarixinə aid olmayanı müəyyən edin. 11-ci əsrdirmi yoxsa 19-cu əsr? 19-cu əsr olar məncə. Biraz yaxşı düşməyib burada. 19-cu əsr tarixinə aid olmayanı müəyyən edin. Deməli, İstiqlaliyyət müharibəsinin qalibi olmuşdur. Bir baxaq görə çünki burada biraz yaxşı düşməyib, ona görə başa düşmədim burada nə istəyir. Deməli, 3-cü Respublika idarə üsulu bu Fransa. Hə, 19-cu əsr soruşur bizdən. Cavab burada 1 A-dır. A. Çünki İstiqlaliyyət müharibəsi bunların heç birində olmayıb. Və Böyük Britaniya ABŞ-dan istiqlaliyyət müharibəsi aparıb. 19-cu əsrdə 2-ci istiqlaliyyət müharibəsi olub. Amma orada da məğlub olub da İngiltərə. Cavab A-dır burada. 23. 19-cu əsrin 70-ci illərinə aid olanlar, yəni 1870-ci illərə aid olanlar, onu soruşur bizdən. Nə olacaq burada? Rusiya hərbi sahədə islahatlar, bəli, 1874 hərbi islahatı. ABŞ-da vətəndaş müharibəsinin başlanması, bu 1861-dir, bu düşmür, bu çıxdıq. Yaponiyada ilk konstitusiya 1889, bu da deyil. Deməli 1-4-dür. Osmanlı, Serbiya və Rumuniyaya müstəqillik verməsi 1878-dir. 1-4-dür cavab. 1-4. Gəldi 24-də 19-cu əsrdə Qafqaz uğrunda müharibə aparmışdır. 20-ci əsrin əvvəllərində mütləqiyyətə qarşı üsyan baş vermişdir. Cavab burada nədir? Rusiyadır 3. Sonra hə elə 3-dür bir dənə. Sonra gəldi 25-ə. Çin və Hindistan dövlətlərinin 19-cu əsr tarixinə aid olmayanlar. Bir dəqiqə. Bir dəqiqə. 19-cu əsrdə Qafqaz uğrunda mübarizə. Burada Osmanlı ola bilər. Osmanlı ola bilər. Bilirsiniz niyə? Çünki 1807-ci ildə Gümrü döyüşü baş verib. Yəni onu da Qafqaz uğrunda mübarizə götürmək olar əslində. Olar. Və mütləqiyyətə qarşı üsyan deyəndə burada cəhs gücləri də nəzərdə tuta bilərlər əslində. Çünki Əbdülhəmid mütləqiyyətinə qarşı mübarizə olmuşdu axı. Bəli, onda biz bunu 2-3 götürməliyik. Çünki 5 suallı açıq testlərdə 2 dənə düz cavab olur minimum. Ona görə burada ən düzgün cavab 2-3 olardı. Çünki dostlar, zəhmət olmasa cavablara baxıb şərhlərdə yazarsınız. Orada neçəni verib? 24-də. Şərh yerində yazarsınız. 2-3 olmalıdır məncə. Çünki mənə belə gəlir ki, orada elə götürüblər ki, 19-cu əsrdə Qafqaz uğrunda mübarizə aparan, yəni o 1806-12-ci il müharibəsinin epizodlarında var da Qafqaz uğrunda müharibə. Hətta 1828-29-cu illərdə də Qafqaz uğrunda müharibə aparır. Osmanlı, Rusiya. Deməli, onda 2 götürmək olar. 3-ü də götürmək olar. 20-ci əsrin əvvəllərində Rusiyada 1-ci Rus inqilabı, 1917-ci il fevral Burja inqilabı, düzdür? Üsyan baş verib. Türkiyədə də, Osmanlıda da
adı nədir? Gənc türklər hərəkatı baş verib. O da mütləqiyyətə qarşı üsyan kimi götürmək olar. Deməli cavab burada 2 ilə 3-dür. Getdik o birisinə. Çin və Hindistan dövlətlərinin 19-cu əsr tarixinə aid oxşar cəhətlər. Feodal qaydaları vardı. Vardı. Bəli. Tiryək müharibəsində İngiltərəyə qarşı mübarizə aparmaları bu səhvdir. Avropa dövlətlərinin müstəmləkə siyasətinə məruz qalması bu düzdür. Bu düzdür. Koreya uğrunda Koreya Hindistana aidiyyatı yoxdur. Xarici müdaxilə nəticəsində Syogun. Bu da səhvdir. Deməli 1-lə 3-dür burada cavab. 1 və 3 25-də. 26. Antanta hərbi siyasi ittifaqının yaranması başa çatır 1907-ci ildə. Sonra Taypinlər hərəkatının başlanması 1850. 1850. Baradino döyüşü 1812. Şlifen planı deməli 1905. Deməli onda necə olacaq? Gəlir 3, 5, 1. Biraz bunu səhv yazdım. 3, 5, 1 və 4. Yox, yox, yox. 3, 5, 4, 1. 3, 5, 4, 1. Ona görə səliqəli yazmaq lazımdır. Baxın, mən biraz qarışıq yazdım deyənə. Burada bunun altındakı sensorla yazmağı öyrənməmişəm. Ona görə qarışıq yazdım deyənə. Bunu biraz dolaşıq oldu. Yəni bir də deyirəm, baxın. Belə olmalıdır. 3, sonra 2, 3, 2, 4, 1. Bəli, bax budur. Düzgün cavab budur. Düzgün cavab budur. Mütləq belə testlər görsün. Mən müəlliməm. Bunları əzbər biləm əlbəttə ki. Sadəcə düzgün orada yazmadığıma görə özüm belə çaşıram. Yazmaq lazımdır. Mütləq yazmaq lazımdır imtahanda. Keçdi 27-yə. 1914-cü il və 1916-cı il. Burada baş verən döyüşlərə baxaq. Marna döyüşü 1914. Birinci Dünya müharibəsində ildırım sürətli müharibə planını pusa çıxardı. Tsusima dəniz döyüşü burada yoxdur. Rus-Yapon müharibəsinə aiddir. Tannenberg döyüşü. Tannenberg 1914. Kutulamare döyüşü 1916. Somma çayı sahilinə döyüş o da 1916. Deməli 1AB, 2DY. Sonra keçdik. İndi situasiya suallarına baxırıq. Situasiya sualları 1697-ci il avqustun 16-sında səfirlik təntənəli surətdə Amsterdama daxil oldu. Və artıq buradan bilinir də 1697 deyəndə söhbət kimdən gedir? Bu yəqin ki, Rusiyadan söhbət gedir. Pyotrdan. Hə, bu münasibətlə Saardamdan gəlmiş Rusiya çarı səfirliyin dəstəsində ikinci dərəcəli şəxs sayılırdı. Beləliklə qarşıya qoyulmuş məqsədləri həyata keçirmək işi başlandı. Çar, onun diplomatları və könüllülər məhz həmin məqsədlər naminə belə uzaq səyahətlərə çıxmışlar. Səfirlik heç də hər yerdə eyni dərəcədə müvəffəqiyyət qazanmırdı. Könüllülərin gəmi qayırma işini öyrənməsi daha uğurlu nəticə verirdi. Mənbədə fəaliyyətindən bəhs edilən Rus çarı Pyotrdur, birinci Pyotr. Mənbədə bəhs olunan səfərin qarşısına qoyulan əsas vəzifələrdən biri Osmanlıya qarşı ittifaq yaratmaq. İttifaq yaratmaq, həmçinin Avropadakı yenilikləri öyrənmək. Deməli, Osmanlıya qarşı ittifaqı qura bilmirlər, lakin Avropadakı yenilikləri öyrənə bilirlər. Mənbədə fəaliyyətlərindən bəhs edilən Rusiya çarının xəritədə rəqəmlə göstərilən ölkələrlə müvafiq olaraq hansı məqsədlə müharibə apardığını yazın. Deməli, 1. İsveç. İsveçlə Baltik dənizindən çıxış əldə eləmək. 1-ə yazsam Baltik dənizə çıxış əldə eləmək. 2-də də ki, Qara dənizə çıxış əldə eləmək. Lakin 1-ə qalib gəlsə də 2-yə məğlub olur. Sizdən amma onu yazmayın. Siz konkret sizdən nəyi soruşursa onu yazmalısınız. Belə, hörmətli izləyicilər, bir videonun da sonuna gəldik. Və siz aşağıda neçə düzünüz qaldı, nəticələrinizi də yazın. Kommentləri oxumağa çox şadıq. Həmçinin əgər mənim izahımda hansısa bir sualla razı deyilsinizsə, izahına yəni siz düşünürsünüz ki, bunun izahı başqa cür olmalıdır, onu da kommentdə yazın. Və belə videoların davamının gəlməyini istəyirsə, daha çox adam belə videodan bəhrələnsin istəyirsə, o zaman kanala abunə olmağı və onu paylaşmağı unutmayın. Növbəti görüşlərdə görüşənə qədər sağ olun.